Bakı-Sumqayıt istiqaməti üzrə 2 avtobus marşrutunda gediş haqqı artırılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə yanvar ayının 17-sindən etibarən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gediş haqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək. Qeyd olunub ki, 594 və 594 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək. Ayna qiymət artımını belə əsaslandırır ki, sözü gedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Bu xətlərdə hazırda 41 avtobus istismar olunur. O da əlavə edilib ki, hər zaman ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.